Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Bildiyiniz kimi həm sertifikasiya, həm MIQ müsabiqəsinin test mərhələsi yekunlaşıb və biz müsahibə mərhələsinə hazırlaşırıq. İllər üzrə nəzər salsaq, müəllimlər görərik ki, müsahibə mərhələsində istifadə olunan suallar, mövzular demək olar ki, eynilik təşkil edir. Lakin yenə də hər il üçün biz yeni suallarla, yeni mövzularla rastlaşmış oluruq. Ümumi olaraq müəllimlər hər zaman qeyd edirəm ki, müsahibə mərhələsində bir müəllimin daha çox özünə inam, öz cavabına əminlik, öz sözlərindən istifadə etmək bacarığı, emosiyalarını idarə etmək bacarığı önə çəkilir və bütün bunları idarə edə bildiyiniz təqdirdə siz müsahibə mərhələsini daha uğurla, daha yüksək balla keçmiş olursunuz. Buna əmin ola bilərsiniz. Hansı ki, səhifəmizə daxil olsaq, orada bir çox önəmli suallar var ki, onların geniş cavabları sizlər üçün aydın formada təqdim olunub. Amma bu o demək deyil ki, biz onları olduğu kimi təqdim etməliyik, onları oxuyub anlamalıyıq və öz cavablarımızı özümüzə məxsus ifadələrlə, sözlərlə, əminliklə müsahibələrə çatdırmalıyıq. Təbii ki, elə məqamlar var ki, onlar faktoloji məqamlardır. Biz onlara əzbər cavab verməyə məcburuq. Məsələn, deyək ki, bizə sual ünvanlanır ki, məktəb daxili qiymətləndirmənin neçə növü var və hansılardır? Təbii ki, hər birimiz 3 növ var deyirik. Diaqnostik, formativ və summativ olaraq qeyd edirik. Bu faktoloji məqamdır. Buna təbii ki, biz əzbər cavab verməliyik. Amma digər məqamlarda müəllimlər biz şablon cavablardan qaçmalıyıq. Çalışmalıyıq ki, cavabı elə verməliyik ki, ümumiyyətlə. Orada hiss olunsun ki, bu fəaliyyətin biz içindəyik. Biz bunu sanki hər dərs edirik. Bax, bu formada biz cavablar verməliyik ki, bizim müsahibəmiz daha uğurlu, daha belə deyək, aktiv şəkildə keçsin. Demək, bir sualımız var ki, bu sual hər müsahibə mərhələsində öz aktuallığını qoruyur ki, bu sual dərsin neçə mərhələsi var sualıdır. Əslində bu sualın cavabını mən illərdir qəbul etmirəm. Çünki dərs prosesi dinamik bir prosesdir və bizə bir çox mərhələ öyrədilir. Hətta xatırlayıram ki, deyəsən gündəlik planlaşdırmalarda idi ki, həmən planlaşdırmanın ilk-mi, son-mu səhifəsində dərsin 9, 10, 11 mərhələli məqamları öz əksini tapırdı. Amma lakin həm də çərçivə içərisində bizə 5Y modeli öyrədilir, Qaniye modelini öyrənirik. Digər onlarla konstruktiv modellər var ki, dərs mərhələsi formasında biz öyrənirik. Ona görə də biz cavab verməliyik ki, müəllimlər, dərs dinamik bir prosesdir. Burada yeganə, dəyişməz bir şablonun, ümumiyyətlə qaydanın olması çox da qəbul olunan hal deyil. Təbii ki, dərsin modelindən asılı olaraq, həmçinin təlim standartından asılı olaraq biz müəyyən dərs mərhələsi modellərindən istifadə edə bilərik. Burada 5Y modeli var, burada digər konstruktiv modellər var, burada Qaniye modeli var, Qaniyenin 9 addımı. Hər biri də bir-birinə yaxın modellərdir, mərhələli formalardır. Ona görə də biz qeyd edirik ki, lakin dərsin 3 əsas hissəsinin mərhələsini biz qeyd edə bilərik ki, müəllim bu 3 əsas hissə içərisində özü üçün planlaşdırmada mərhələ qeyd edə bilər. Birinci hissə giriş və motivasiya hissədir ki, burada müəllim şagirdlərin diqqətini dərsə cəlb edir, təlim nəticələrini şagirdlərə aydın formada elan edir. Digər əsas məqam fəaliyyət hissədir, mərhələdir ki, burada artıq hansı iş üsulu, hansı iş forması, hansı modellər, deməli, bilik bacarıqlarının tətbiqi, tapşırıqların icrası, şagirdin aktiv fəaliyyəti, izlənməsi, yəni formativ qiymətləndirmə zamanına belə deyək, işarədir bu. Bax, bu məqamlar öz əksini tapır. Digər sonuncu mərhələ isə təbii ki, refleksiya və qiymətləndirmə mərhələsidir ki, burada qiymətləndirmə aparılır, müəllim şagirdlə əks əlaqə qurur, yəni konstruktiv rəy verir və həmçinin də şagirdin özünü refleksiya etməsinə şərait yaradır. Bax, bu formalarda biz bu sualın cavabını tam əminliklə müsahiblərə deməli çatdıra bilərik və uğurla sualın cavabını tamamlamış olarıq.